Ermənistan Baş naziri Nikol Paşinyanın İstanbula səfəri və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü şübhəsiz ki, tarixdir. Lakin bunun müsbət tarix olması məsələsi mübahisəlidir. Bunu erməni politoloq Suren Surenyans deyib. O, Paşinyanın bir məqsədlə Türkiyə səfər etdiyini, lakin istədiyini ala bilmədiyini söyləyib. İrəvan hökuməti İsrail ilə İran arasında başlayan müharibənin Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaratmasını gözləyirdi. Çünki Bakı və Ankaranın münaqişə tərəflərinə yanaşması fərqlidir. Nikol Paşinyan da burada İrəvan üçün Ankaraya yaxınlaşmaq fürsəti yaranacağını düşündü və bundan faydalanmaq məqsədi ilə Türkiyəyə getdi. Lakin bu ölkənin mətbuatının baş nazirin səfəri ilə bağlı yazılarına baxdıqda Paşinyanın istədiyini ala bilmədiyi açıq şəkildə görünür. Nikol Paşinyanın Türkiyə səfərində Rəcəb Tayyip Ərdoğanla Paşinyan arasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, həmçinin Azərbaycanla imzalanacaq sülh müqaviləsinin detallarının müzakirə edildiyini düşünürəm. Eyni zamanda bugün Ermənistan üçün tarixi bir şans yetişib və doğrudan da Ermənistan tarixində ilk dəfə həqiqətən müstəqil bir dövlət kimi özünü mövcud etmək istəyirsə, mütləq şəkildə Paşinyanın Türkiyə səfərində əldə edilən razılaşmalara əməl etməli və bütövlükdə regiona dağıdıcılıq deyil, regiona əməkdaşlıq gətirməkdə maraqlı olduğunu sübut etməlidir. Politoloq Suren Surenyans əlavə olaraq bildirib ki, bir sözlə Ermənistan hökumətinin gözləntiləri boşa çıxdı. Ankaranın prosesə yanaşmasına sadəcə Bakı təsir edə bilir. Paşinyanın istəkləri bu ölkə üçün tutarlı deyil. Elçin Şual, Qafqaz TV üçün.